Hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Xırdalan şəhərində hal-hazırda. Xırdalan şəhərində AF kompleksinə yaxın, 8 nömrəli məktəbə yaxın bir ərazidə belə bir 2 mərtəbə 2 ailə üçün nəzərdə tutulmuş 6 otaqlı həyət evi göstərəcəm. Həyət evinin bu hissəsinə maşın rahat şəkildə daxil olur. Burada da boş ərazisi var, görün, gül çiçəyi var. O hissəsində həyət üçün nəzərdə tutulmuş ayaq yolusudur. Evi tam şəkildə sizə göstərəcəm. Bacardığım qədər kompakt şəkildə, yəni az bir vaxtda təqdim edeyim. Burada da stol qoyub oturmağa tam rahat şəkildə bir şəraiti var, yeri var. Ətraf tam yaşayış, qaz, su, işıq və kanalizasiya var. Evimiz ümumi 6 otaqdır. 10 ilin, 20 ilin evidir. Oturmuş evdir. Amma hal-hazırda evdə təmirat heç bir iş yoxdur. Hamısı ideal vəziyyətdə görülüb, tərtəmiz. Alıb dərhal köçmək mümkündür. Xırdalan şəhəri bir daha vuruluyum. AF yaşayış kompleksinə və 8 nömrəli məktəbə yaxındır. Bu çöl üçün nəzərdə tutulmuş ayaq yolusudur. Və evin bu hissəsində görünüşünü göstərim. Aşağısında 3 otaq, yuxarısında da 3 otaqdır. Təmirində söz yoxdur. Təmiri çox gözəl. Hamam otaqları ayrı-ayrı birinci mərtəbədə hal-hazırda. Belə göstərim hamısını. Burada bizdə mətbəxidir, pəncərəsi, mətbəx səsidir. Döşəmə mətbəxdə də isti döşəmədir. Dəhliz tam şəkildə isti döşəmədir. Üstü qranitlə üzlənilib. Burada bizdə belə bir otaqdır, yataq otağı üçün nəzərdə tutulub. Evimizin İç divarlarda boşa daşdır. İç divarlarda boşa daşdır. Yəni buradan göstərə bilərəm. Burada ikinci yataq otağıdır. Kombisi var, tam işlək, döşəmə, laminat, divar kağızları təzə, qapılar yeni, hamısı ideal vəziyyət. Burada da qonaq otağıdır. Sadəcə bunu göstərə bilməyəcəm. Qapısı bağlıdır, ev sahibi içində özünə aid əşyaları saxlayıb, hamam otaqları ayrı-ayrı. Tam təmir gördüyünüz kimi. Alıcı üstəlik olan aksesuarlarını alıb quraşdıracaq tam şəkildə. Yerləşməsi mükəmməl, qarşısını kəsəcək bir şey yox. Ümumi 6 otaqda aşağıda gördüyünüz kimi 3 otağı var, mətbəx, 2 ədəd yataq otağı və orada da qonaq otağımız var. Sadəcə qonaq otağını göstərə bilmədim, əşyalar olduğuna görə və qalxaq 2-ci mərtəbəyə. 2-ci mərtəbəyə doğru gedirik. Bu hissəsində əldamı var, yağış sular üçün trapı var. Bir daha vurgulayacağım. Bax, bu hissəsindən dayanıb arxaya çəkiliş edəcəm. Maşın rahat şəkildə bu hissədə dayana bilir. Bu hissəsində oturub durmağa, stol qoymağa, yayda dincəlmək üçün gözəl bir yer var. Qiymətlə bağlı məlumatı biraz irəliləyən dəqiqələrdə deyəcəm. Nağd satılır. Bu ikinci mərtəbənin özünə ayrıca belə bir gözəl foyesi var. Gördüyünüz kimi şüşələrlə bağlanılıb. Təmir çox gözəl, yeni təmirdir. Xırdalan şəhərindəyik. AF yaşayış kompleksinə və 8 nömrəli məktəbə çox yaxın bir ərazidir. Ətraf yaşayış marşrutlara da yaxındır. İkinci mərtəbənin özünün hamam otağı bu qaydada tam təmirdir. Gördüyünüz kimi. Sənədləri ilə bağlı məlumat verim. Hal-hazırda sənədləri bələdiyyədir, bələdiyyə sənədidir. Lazım olsa bu evin kupçasını almaq mümkündür. Bu evin 2 dənə qiyməti olacaq. Bələdiyyə sənədinin qiyməti ayrıdır, kupçasının qiyməti ayrıdır. Kupçanı da alıb vermək 2 ay ərzində mümkündür. Demək, bələdiyyə sənədi ilə qiyməti 137.000 manatdır. 137.000 manata belə gözəl 6 otağa gedir. İkinci mərtəbəndə eyvanını göstərim. Mətbəx mebeli yığılacaq, mətbəxə aid, istipola aid, hər şey çəkilib qoyulur. 3 otaqdır yuxarıda da. 3 otaqdır. Kupçalı qiyməti 155.000 manatdır. Bax, bu da yataq otağıdır. Demək, yuxarıda 2 dənə yataq otağımız var. Bir daha göstərim. Burada hamam otağıdır. O başda bizdə mətbəxdir. Və qonaq otağını göstərəcəm. Demək ki, qiymət olunur. Bələdiyyə sənətinin olan qiyməti 137.000 manat, kupça ilə qiyməti 155.000 manat. Özünə tikilmiş evdir. Köhnə 20 il, 15 il bundan qabaq tikilmiş bir evdir. Möhkəm tikilmiş bir evdir. Qaçırmağına dəyməz. Kanalımıza abunə olun, şərtlərinizi qeyd edin, videoda bəyənməyi unutmayın.